olacaq. Bu rejimə, bu teokratik rejimə nə dərəcədə güvənmək mümkündür? Sözünə güvənilirmi? Canım bəy, mən qeyd elədim ki, bizim Müsavat Partiyası olaraq idealımız, amalımız bütöv Azərbaycan. Və Güney Azərbaycanın istiqlalıdır bizim hədəfimiz. Bu bizim hədəfimizdir. Biz izah da elədim ki, Kuzey Azərbaycanda da biz istiqlal mübarizəsinə başlayanda, bütövlük mübarizəsinə başlayanda hədəfimiz istiqlal idi. Amma eyni zamanda bu hədəfə doğru biz müxtəlif mərhələlərdən keçdik. Və burada hər şeyi öncədən detallarına qədər dəqiqləşdirmək, planlaşdırmaq mümkün deyil. Nə bizim üçün, nə başqa qüvvələr üçün. Biz hesab edirik ki, Amerika Birləşmiş Ştatları və İsrail İranda rejim dəyişənə qədər dayanmayacaq. Özləri də belə deyirlər. Amma bir tərəfdən nələr olub indiyə qədər. Bu İran mövzusu son bu müasir variantında 21-ci əsrin əvvəlindən başlayıb. Mənim yaddaşım mənə aldatmırsa 2004-cü ildən Amerika Birləşmiş Ştatlarında o mövzular aktuallaşdı ki, İran nüvə silahı əldə etməyə hazırlaşır və çox az qalıb və qarşısı alınmasa çox qısa müddətdə İran nüvə silahı əldə edəcək və bundan sonra vəziyyət dözülməz bir hala gələcək. 20 ildən çox keçir müddətdə. Və bu müddətdə müxtəlif danışıqlar olub, müxtəlif variantlar olub, altılıqla razılaşıblar İran, sonra ləğv olunub bunlar və s. və s. İndi növbəti mərhələsinə gəlib çıxmışıq. Ehtimal odur ki, yenə deyirəm, İranda rejim tam sıradan çıxana qədər Amerika Birləşmiş Ştatlarının İsrail davam edəcək. Ancaq Trump'ın danışıqlarındakı fərqli cəhətlərə diqqət yetirirsiniz. Orada Trump'ın bir mənalı şəkildə danışmadığını görürsünüz. Danışır, bir mənalı danışmırdı o da. Müxtəlif fikirlər deyir. Gah deyir ki, qalib gəlmişik artıq, gah deyir hələ savaş qabaqdadır, gah deyir heç bir güzəşt olmayacaq. Dünənsə dediyimiz kimi İranın müəyyən neft satışına razılıq verib Amerika Birləşmiş Ştatları. Və sabah Amerika Birləşmiş Ştatlarında Trump'ın öz tərəfdarları artıq biri istefa veribdir. İstefaya başlasalar, təzyiqlərə başlasalar, bunun Amerikan maraqlarına uyğun olmadığını bildirsələr, açıq şəkildə deyirlər ki, bu məsələ daha çox İsrailin maraqlarına uyğun. Və o yanacağın qiymətinin artmasını dediyi başqa məsələlər dediyi, o baxımdan İranda cəmiyyət İran deyirəm, Amerika Birləşmiş Ştatlarında cəmiyyət ayağa qalxıb müharibənin dayandırılmasını tələb eləsə, təminat varmı ki, Amerika Birləşmiş Ştatları Trump hakimiyyəti müharibəni dayandırmayacaq? Və Trump hakimiyyəti müharibəni dayandırsa, İsrail təklikdə İranla müharibəni davam etdirəcəkmi, etdirməyəcək? Yəni, bu variantlardır. Bunu biz hələ bu sadə versiyalardakı müharibə davam edəcək, yoxsa diplomatik mərhələyə keçəcəklər. Amma bu iki variantın arasında da xeyli müxtəlif alt variantlar var, alt müxtəlif gözlənilməz gelişlər ola bilər. Digər tərəfdən, rejimə deyirsiniz, etimad ola bilərmi? İrandakı heç bir rejimə ümumiyyətlə xalq tərəfindən seçilməyən və növbəti seçkilərdə dəyişməsi ehtimal olmayan heç bir siyasi qüvvəyə inanmaq olmaz. Bu bir mənalı şəkildə belədir. Və İranda da istər indi hakimiyyətdə olan şəxslərə, istərsə də müəyyən ehtimal kimi deyirik ki, müharibə dayansa və hansı qüvvə hakimiyyətdə qalsa İranda, onlara etimad eləmək olmaz. Təbii ki, onlara etimad göstərmək olmaz. Orada artıq xalq öz iradəsini ortaya qoymalı. Orada istiqlalçılar iradələrini ortaya qoymalıdır. Orada Azərbaycan və Türkiyə kimi bölgənin aparıcı dövlətləri, bu məsələlərdə birbaşa maraqları olan dövlətlər ağırlıqlarını ortaya qoymalıdırlar. Gərəkərsə açıq şəkildə, gərəkərsə qapalı diplomatik kanallarla mövqələrini İrandakı hakimiyyəti idarə edən şəxslərə təqdim etməlidirlər. Amerika Birləşmiş Ştatları ilə danışıqlarda Azərbaycanın və Türkiyənin maraqları, narahatçılıqları, istəkləri masaya yatırılmalıdır, mövqe bildirilməlidir ki, biz
qonşu dövlətdə baş verən hadisələrə laqeyd qala bilmərik. Burada bizim üçün bir tərəfdən təhlükələr var, təhdidlər var, digər tərəfdən isə milyonlarla, 10 milyonlarla soydaşımız var. Yəni bütün bunlar bu amillər hərəkətə gətirilməlidir ki, məsələ sizin soruşduğunuz kimi rejimə etimad göstərmək olar, olmaz kontekstində baxılmasın. Milli iradə ortaya qoyulmalıdır. Bu milli iradənin iki əsas qüvvəsi var. Biri İranda yaşayan 10 milyonlarla soydaşımız, biri də bölgənin bütün dəyişikliklərində maraqlı olan Türkiyə və Azərbaycan dövlətlərimiz. Təşəkkür ederim. Təşəkkür